Salam əziz dostlar, bu kitabların hamısı son 35 il ərzində Rusiyada çap olunublar və indi onu sizə göstərəcəm. Nagorno Karabağ, Fakты против лжи, faktlar yalana qarşı. Çap olunub 2009-cu ildə harda? Moskvada. Və burada belə bir gözəl şəkillər də var. Qarabağın ermənilərə aid olan xəritəsi və belə informasiyalar var ki, hamısını biz öyrənmişik. Bunlar superdirlər, bu Ermənistandır. Belə Azərbaycanlar ham pisdilər, bunlar yaxşıdırlar. Sonra Armeniya Nagorno Karabağ. Ay vay vay. Ermənistan yox, Dağlıq Qarabağın erməniləri. Aha, baxın. Ruskaya Panorama 2015-ci il. Burada da həmin tema, ermənilər superdirlər, hər yerdə ermənilərin xəritələri, Qarabağ xəritələri, onların istədiyi ki, bizdən ayrılsınlar. Bütün informasiya təbii ki, bu rus dilindədir və Rusiyada da bu kitab satılıb. Necə lazımdır? Görürsünüz bayraqları, herbləri, olmayan bayraq, olmayan herb, olmayan heykəl. Hamısı var burada. Bu isə Marshal Bagramyan, Çardaqlıda, Şəmkirdə Anadolu'nun bir marşalın kitabıdır. Rusiyada çap olunub 1992-ci ildə Moskvada. Və həsr olunur Şərq Ermənistanın Rusiyanın içinə daxil olmağının 80 illiyinə. Bax, belə bir informasiya var və burada Həzi Aslanovu da tapmışam mən. Bu da həmin Həzi Aslanov, əziz dostlar, bizim generalımız, ona Allah rəhmət eləsin. Həmin bu Marshal Bagramyan bizim Həzi Aslanovu yaralı olandan sonra 3-cü günə hospitaldan çıxardıb, göndərib razvedkaya və bilirdi ki, orada həlak olunacaq. Çünki ermənilər heç cürə imkan vermədilər ki, Azərbaycanlı marşal olsun, imkan verməzdilər. Bu da bir kitab. Keçirik bu kitaba. Artsakın ensiklopediyası. Baxın, kitaba baxın. Kitaba baxın. Burada herbləri, bayraqları, nə o var, nə bu var. Harada çap olunub məməzlərin bu herbli kitablı. Aha, belə bir əsər. Baxırıq. İzdательский dom Petropolis, Sankt-Peterburg. Görürsünüz? Görürsünüz? Özləri təsdiq eləmirdilər Artsakı. Deyirlər ki, elə bir ölkə yoxdur. Amma özləri onun ensiklopediyasını 2007-ci ildə çap edirlər Rusiyada. Necədir sizin üçün? Normaldır. Və nəhayət Robert Koçaryan. Aha. Жизнь и Svoboda. Həyat və azadlıq. Elə atasının da adı deyəsən, azad ediləyəsən. Moskva 2019-cu il. Ay can, ay can. Burada da bax, hər yerdə o qalibdir, bu qalibdir və Xocalını törədən insanın Monte Milkonyanla da şəkili var. Bunların hamısı çap olunub Rusiyada və bu mənim, bunlar isə Bakıda çay içirlər, soldakılar. Üçü də. Bu mənim kolleksiyamın sadəcə 1%-dir və bu kitabların hamısı Rusiyada çap olunurdu və çap olunur indiyənə qədər rus dilində və rus həm erməni, həm başqa xalqlar bunları oxuyurlar və buradan lazım olmayan yalan informasiyalar alırlar. Siz də baxın, fikirləşin. Çox sağ olun.